Mən başa düşmürəm. Siz nə vaxta kimi keçəl gəzəcəksiniz? Təzə dəbdir elə bil ki, payız gələn kimi hamı keçəlləşməyə başlayır. Bu burnunuzun altında olan 60 qəpiklik vasitəni niyə istifadə etmirsiniz? Hara baxırsan saçlarınız başınızdan başqa hər yerdədir. Bir dəfə deyəcəm, bir də təkrarlamayacağam. Yazın resepti, sonra bir də soruşun. Deməli götürürsüz bir paçka azər duzu. Evdə duz yoxdursa gedin qonşunuzdan götürün. Azər duzu hələ belə reklam edən olmamışdı. Zarafat edirəm, bu reklam deyil, başqa duz da götürə bilərsiniz. Süfrə duzu olmalıdır. Biraz ovcunuza tökürsüz, duzu su ilə isladırsınız. Mən prosta risovkalıq elədim, rozmarin suyu ilə suladım. Siz adi suyla da edə bilərsiniz, eyni effekt olacaq. Və belə-belə masaj hərəkətlərlə duzu dərinizə yeridirsiniz. Çiməndə etsəz daha yaxşı olar, saçlarınız yaş olanda. Duz saç köklərinizi çox yaxşı bərkidir, saç folikullarını yaxşı stimullaşdırır, saçlarınız daha tez uzanacaq, tökülməyəcək, həm də ki, kəpəyiniz, qaşıntı varsa o da gedəcək. Yeni tüklər də əmələ gələcək. Bu prosedurdan sonra başınıza nə töksəz, effekti 2 qat olacaq. Mən məsəl üçün bu rozmarin yağını tökürəm. Bu yağ məndə ağ tükləri çoxaltmadı və çox yaxşı yeni tükləri çıxardır. Saçlar daha tez uzanır və az tökülür. Keyfim yaxşı olsa linkini storydə paylaşacağam. Sağ olun.